Düzgün üçbucaqlı piramidanın oturacağının tərəfi 12, apofemi 8 olarsa, yan tillərinin uzunluqları cəmini soruşur. Əvvəlcə üçbucaqlı piramida çəkirik. Deməli, xaricdə bir nöqtə götürürük və bu nöqtələri üçbucağın təpələri ilə birləşdirirəm. Alınan fiqur üçbucaqlı piramida. Necə gözəl şəkil alındı. Üçbucaqlı piramidanın oturacağının tərəfi 12-dir. Düzgün yazıldığına görə, yəni düzgün üçbucaqlı piramida olduğuna görə oturacağı bərabər tərəfli üçbucaqdır. Apofem 8-dir. Apofem nədir? Apofem yan üzün hündürlüyüdür. Buradan hündürlük çəkirəm. Bura olacaq deməli apofem 8. Və burada yan tillər bərabər olduğuna görə burada alınan ABC üçbucağı bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm median, həm də tən böləndir. 8, burada 12, 6, 6 olaraq bölünəcək. Burada 6-dır, burada 6-dır. Düzbucaqlı üçbucaq 8, 6 olarsa, hipotenuz, yəni BC yan tili olacaq 10. Bizdən yan tillərinin uzunluqları cəmini soruşur. Neçə yan til var? Adlandıraq bunu da. Deməli, bir yan til BK, BA və BC yan tili var. Bunların da cəmi 10 plus 10 plus 10, yəni 30. Yan tillərin uzunluqları cəmi 30-a bərabərdir.